Şanapipik La ilahe illallahı bəzi adamlardan yaxşı bilir. Şanapipik Hud surəsində Şanapipik gedişir. Süleyman Aleyhisselamın ordusuydu da bilirsə heyvanlar, cinlər, quşlar hamısı Süleyman Aleyhisselamın ordusuydu. Süleyman Aleyhisselam bir gün ordunu yığır, görür ki Şanapipik yox, deyir ki mən Şanapipik görmürəm, məsələn gəlməyib. Deyir əgər geciksə və bir üzür gətirməsə, o elə burada kəsəcəm. Kəsəcəm onu. Çünki Süleyman Aleyhisselama Allah Teala mülk vermişdi. Hansı ki, nə ondan əvvəl kiməsə, nə də ondan sonra kiməsə verilməyəcək. Hudhud da gəlir Şanapipik. Deyir ki, ey Süleyman, mən bir dənə qövmün üstündən uçurdum cəmaatın. Onlar orada Allahdan qeyrisinə ibadət edirdilər. Siz də oturmuşsunuz burada kef edirsiniz. Yəni, quşa təsir eləmişdi. Quşa təsir eləmişdi ki, Allahdan qeyrisinə ibadət edirlər. Bəzi insanlar var, Allahdan qeyrisinə ibadət olunan şeylərdən danışır, heç təsir eləmir. Elə bir ki, tohiddən danışır, tək Allahlıqdan. Elhamdülillah, quş səbəb olur ki, Süleyman Aleyhisselam o yerə tohid öyrədir. Quşun səbəbi ilə. Elhamdülillah. Yəni, böyük bir neymətdir. Bu kəlməni bilmək necə? Sufyan ibn Uyeynə dedi ki, Allah Taala'nın ən böyük neyməti qulları içərisindən seçdiyi, quluna verdiyi ən böyük neyməti ona özün tanıtmağındır. Yəni, özün La ilahe illallahla, tək Allahla olur.